Cinslər bir-birlərinə, fitrətinə uyğun yanaşma sərgiləməyəndə, uyğun mesajlar verməyəndə, qarşı tərəfdən gələn mesajlar da adekvat olmur. Bu gender psixologiyası əslində bu genderlərin, yəni cinslərin fitrətini nəzərə alaraq qurulub inkişaf etməlidir. Hər kəsə öz bacarığına, qabiliyyətinə, anatomik, fizioloji, psixoloji verilənlərinə görə yanaşılmalıdır. Əslində qadının mövqeyi, ona münasibət bizim cəmiyyətdə həmişə daha üstün bir məqamda olub. Bu sadə nümunədə bu görünür ki, bərabərlik heç yerdə işləyə bilməz. Ancaq ədalət işləyər. Bu cinslər arasında da belədir. Amma əslində hər bir cins fitrətinə uyğun davrandıqca öz dəyərində, öz qiymətində olur. Gender psixologiyası, yəni cinslər psixologiyası. Bu psixologiya əslində cinslərin özlərini doğru düzgün qəbul etməsi və əks cinslə doğru düzgün münasibət qurması məsələsinə xidmət edən bir psixologiyadır. Ancaq bu psixologiyadan danışarkən bir məsələyə toxunmaq lazımdır ki, bu gender psixologiyası əslində bu genderlərin, yəni cinslərin fitrətini nəzərə alaraq qurulub inkişaf etməlidir. Məsələ burasındadır ki, burada cinslərin fərqi bir çox hallarda nəzərə alınmadan onların bərabərliyi anlayışı üzərindən müddəalar irəli sürülür. Yəni gender bərabərliyi anlayışı gender psixologiyasının əsasına təməl kimi otuzdurulur. Buradan da hərc-mərclik, anlaşılmamazlıq və bir çox xətalar baş verir. Çünki fitrətən bərabər olmayan bir şeylərin bərabərliyindən danışmaq absurddur. Məsələ burasındadır ki, cinslərin mənafeyini doğru düzgün qoruyan anlayış gender ədaləti anlayışıdır. Hər kəsə öz bacarığına, qabiliyyətinə, anatomik, fizioloji, psixoloji verilənlərinə görə yanaşılmalıdır. Aydın məsələdir ki, qadınlar kişilər qədər ağır yük götürə bilməz və o işdə də işləyə bilməz. Bu onların analıq funksiyasına mənfi təsir göstərər. Kişilərin də uzun müddət fitrətlərinə zidd olan bir işlə məşğul olmaları onların şəxsiyyət strukturunda dəyişikliyə səbəb ola bilir. Ona görə gender anlayışı ifadəsindən doğru düzgün istifadə olunarsa gender ədaləti. Düşünürəm ki, bir çox xətalardan biz yayınmış olarıq, gender psixologiyasına doğru tərəfdən yanaşmış olarıq. Məsələ burasındadır ki, gender bərabərliyi anlayışı bir çoxları tərəfindən hərfi mənada başa düşülərək, məsəl üçün qızlarda oğlan kimi geyinmək, oğlan manerasında davranmaq, oğlan manerasında ünsiyyət qurmaq kimi meyllərə səbəb olur. Bu əslində bunu edən şəxslərin alt şuur səviyyəsində özlərini oğlanlardan əskik bilərək, onlara oxşayaraq inkişafı kimi görürlər. Amma əslində hər bir cins fitrətinə uyğun davrandıqca öz dəyərində, öz qiymətində olur. Məsələ burasındadır ki, baxın, bir nümunə deyim, davranış, mən ona pozuntusu hətta deyərdim. Bir çox qız uşaqlarının davranışı, geyimi, ünsiyyət və münasibəti kişi cinsindən olan oğlanlar üçün onları bir ailə, bir həyat yoldaşı nümunəsi kimi nəzərdən keçirməyə mane olur. Çünki kişi psixologiyası gələcək həyat yoldaşını, uşaqların anasını tamam başqa cür təsəvvür edir. Amma bir çox bizim gənc qızlarımız qərb üslubunda geyinmək, davranmaq, ünsiyyət münasibət göstərməyə meyil edirlər. Onlar kimi geyinmək, davranmaq, ünsiyyət münasibət göstərməklə onlar kişi cinsindən olanların birinci siqnal sistemlərinə mesajlar verirlər və oğlanlar onları təbii ki, cinsi tələbatını ödəyə biləcək partnyor kimi nəzərdən keçirirlər. Fikir verin, son zamanlar şəxsən mənə müraciət edən valideynlərin çoxsunun bir problemi var. Oğlum evlənmir. Bunun içərisində imkansızlar qədər də imkanlılar var. Ev şəraiti olan, işi olan, maddi təminatı tamamlanan, amma oğlan evlənmir. Söhbət əsnasında məlum olur ki, o buna bir tərəfdən ehtiyac duymur. O bir tərəfdən gələcək həyat yoldaşı kimi təsəvvür edəcəyi xanımı görmür. Bu səbəbdən oğlanlar evlənmir. Qızlar da deyirlər ki, biz də karyera qururuq. Bəs bu cəmiyyətin milli mənəvi dəyərləri, ənənələri bu cinslərə tarixən yanaşması yaş aspektində, ünsiyyət münasibət aspektində bütün bunlar nəzərdən silinir. Ona görə gender psixologiyası mütləq milli mənəvi dəyərlər aspektində hər bir cinsin öz fitrətinə uyğun davranış, ünsiyyət, münasibət zəminində formalaşmalıdır. Sadəcə olaraq bir qərb mənbəyindən götürüb gender psixologiyasında bu belədir deyəriksə, bizim milli mənəvi dəyərlərimiz tənəzzülə doğru gedər. Bunun qarşısı alınmalıdır. Gender bərabərliyi anlayışı dilimizdən, nitqimizdən, ədəbiyyatımızdan
həyatımızdan çıxarılmalıdır. Gender ədaləti anlayışı. Məsələ burasındadır ki, Qurani-Kərimdə mən heç yerdə bərabərlik anlayışına rast gəlməmişəm. Hər yerdə ədalətdən danışır. Çünki hamı fərqlidir. Hətta heç fərqli cinsləri götürməyək. İki kişi cinsindən olan oğlan uşağına belə birinin boyu hündür, birinin boyu biraz kiçik, birini əskər aparırlar, birini aparmırlar. Görürsüz, fərqli yanaşma oldu. Amma ədalətli yanaşma oldu. Ona görə bərabərlik prinsipi ilə biz yanaşsaq, biz hamını əskər aparmalıyıq. Bu ədalətlidirmi? Xəstəni də, sağlamı da, müəyyən qüsuru olanı da hamısını əskər aparaqmı? Bu bərabərlik bunu istəyir. Bu sadə nümunədə bu görünür ki, bərabərlik heç yerdə işləyə bilməz. Ancaq ədalət işləyər. Bu cinslər arasında da belədir. Aşkar görünən belə bir həqiqəti insanlar bayaq çıxışımın bir yerində qeyd elədim. İstifadə edirlər, amma sanki anlayışın üzərində düşünmürlər. Gender psixologiyasına məşğul olan bir mütəxəssisdən sonra deyəcək, bu cinslərin sosial şeydə bərabər. Hansı qanunumuzda kişilər üçün ayrıca bir qanun, qadınlar üçün bir ayrı qanun mu yazılıb? Xeyr, qanunlarımız hamı üçün bir yazılıb. Əksinə, oğlanların əskər getmək kimin bir məsələsi var? Hansı ki qızlara tətbiq olunmur. Hani burada bərabərlik? Olmalı da deyil. Bütün ağır işlərdə, tikintilərdə kişi xəylaqları işləyir. Qadınlar işləməməlidir. Bu onların fitrətlərinə ziddir. Hansı bərabərlikdən biz danışırıq? Odur ki, gender psixologiyası milli, mənəvi yanaşma əsasında formalaşmalıdır. Sadəcə olaraq hüquqi bərabərlik özü belə bir çox hallarda qadınları əlverişsiz şəraitdə qoyar. Əslində qadının mövqeyi, ona münasibət bizim cəmiyyətdə həmişə daha üstün bir məqamda olub. Bizlə bərabərləşmək üçün onlar qalxmalı yox, enməli olacaqlar. Bütün poemalar, bütün əsərlər, bütün ən gözəl sözlər qadınlar, analar haqqında deyilib. 3 qız böyüdən valideynin məkanı cənnətdir deyilib. Oğlan uşaq haqqında bu deyilməyib. Qeyd etdiyim kimi gender psixologiyası cinslərin özlərini və əks cinsi doğru düzgün qəbul etməsi və buna da uyğun doğru düzgün ünsiyyət münasibət qurması, yanaşması deməkdir. Bununla bağlı hər cinsin özünə münasibəti də çox mühüm əhəmiyyət kəsb edir. Özünü, mahiyyətini, fitrətinə uyğun doğru düzgün qəbul edib doğru düzgün davranış sərgilənmək. Məsəl üçün bununla bağlı qeyd edim ki, bizim mədəniyyətimizdə, hətta məişət psixologiyamızda desək, belə bir şey var idi. İnsanlarımız nəzərdən qorxurdular, gözə gəlməkdən qorxurdular. Buna məruz qalmamaq üçün üstlərində göz muncuğu, nəzər duası gəzdirirdilər. Müəyyən hallarda müəyyən davranışlar sərgiləyirdilər ki, bədnəzərə gəlməsinlər. Məsələ burasındadır ki, əvvəl bədnəzərdən, gözə gəlməkdən qorxan insanlar indi fərqli bir davranış sərgiləyirlər. Bütün imkan vasitələri ilə özlərini gözə soxmağa, yəni bu ifadəni belə işlətsək, cəhd göstərirlər. Bədənlərini, geyimlərini, hətta bəzən yeməklərini, varsa maşınlarını, evlərini, mümkün olan hər şeyi başqalarının nəzərinə gətirmək, başqalarının gözünə gətirmək istəyirlər. Soruşmaq olar ki, nə üçün bu, nə ehtiyac, hansı tələbdən doğur bu? Nə üçün əvvəl nəzərə gəlməkdən qorxan insanlar indi bütün üsul vasitələrlə özlərini nəzərə gətirmək istəyirlər? Mən bir dəfə belə bir sualı auditoriyada verəndə ki, məsəl üçün indi xüsusilə bunda fəallıq göstərən qızlardır. Müxtəlif sosial platformalarda poz verib şəkil çəkdirmək, özlərini mümkün olan bütün üsul vasitələrlə gözə gətirmək, diqqət cəlb eləmək, nəzərə gətirmək istəyirlər. Amma nə qədər nəzərə gətirirlərsə də nəticədə nə gözə gəlmirlər, valla çoxsu da ərə də gedə bilmir. Belə bir sualını auditoriyaya verəndə ki, nə üçün indi çoxları özünü gözə gətirmək, nəzərə gətirmək istəyir, amma bunların heç birinə göz dəymir, nəzərə gəlmirlər. Auditoriyada bir nəfər belə cavab verdi ki, yaxşı bir şey nəzərə gələr, yaxşı bir şeyə göz dəyər. Görünür ki, özünü nümayiş etdirən insanlarda yaxşı bir şey qalmayıb. Həqiqətdə də bu fikri belə demək olar ki, özünü nümayiş etdirmək qəsdi ilə şəkil çəkdirən, onu paylaşan insanların demək artıq həqiqətən də daxilən bir yaxşı şeyləri qalmadıqları üçün nəzərə də gələ bilmirlər. Odur ki, fitrətə zidd olan belə bir davranış əslində cinslərin özlərinə doğru düzgün yanaşmamaları, fitrətlərinə zidd bir istiqamətdə hərəkət etmələrini nümayiş etdirir. Bu da gender psixologiyasının əslində tədqiqat obyekti olmalıdır. Müəyyən davranış əskikliyi əlbəttə o kişi cinsinə məxsus olan, yəni oğlan xeylaqlarında da var. Əslində burada problem qarşılıqlıdır. Cinslər bir-birlərinə fitrətinə uyğun yanaşma sərgiləməyəndə, uyğun mesajlar verməyəndə, qarşı tərəfdən gələn mesajlar da adekvat olmur. Yəni, oğlanlar əslində ailə qurmaq nəzəri ilə, gələcək həyat yoldaşı, övladlarının valideyni, anası olacaq bir nəzərlə əks cinsə baxsalar, onlar da həmən tələblərə cavab verən qarşı mesajlar verməklə, ona uyğun geyinməklə, ona uyğun davranış, münasibət sərgiləməklə diqqət cəlb etməyə çalışarlar. Görünür ki, oğlan xaylaqlarının baxış
baxışlarında, yanaşmalarında, cəhd etdikləri ünsiyyət münasibətdə müəyyən bir fitrətlərinə uyğun olmayan yayınmalar var deyə əks cinsdə buna tamamilə öz fitrətinə zidd olan mesajlarla qarşılıq verir. Odur ki, gender psixologiyasının işləməli olduğu çox vacib amillər var. O da cinslərin özlərinə doğru düzgün münasibəti və ona uyğun olaraq da qarşı cinsə adekvat münasibəti formalaşmalıdır. Bu aspektdə ən həyəcanlı məsələlərdən biri LGBT deyilən bir məfhumun yayılmağı, iki cinsdən çıxış edərək daha bir əlavə cins növlərinin meydana gəlməyi, bunun bayraq şəklində tərənnüm olması, bunun bir növ təbliğat vasitəsinə çevrilməsi, azlıqların gəlib nəhayətdə çoxluğa, siyasətə qarışması, cəmiyyətdə söz sahibi ola bilməsi mövqeyinə gətirib çıxarıb Avropa ölkələrinin bir çoxsunda. Belə şeydən biz gender psixologiyasına doğru düzgün yanaşmaqla bu təzahürlərin, bu meyllərin Azərbaycan cəmiyyətinə ayaq açmasının qarşısını almalıyıq. Gender psixologiyası bu məsələlərlə ciddi məşğul olmalıdır. Cinsi tərbiyə deyilən bir anlayış var. Bu heç də seksual tərbiyə anlayışına gəlməli deyil. Biz cinsi tərbiyənin məktəblərdə vacib olduğunu nəzərə alaraq bir layihə təklif elədik və məktəblərin birində bunu keçirdik. Keçirməyimizə də səbəb məktəb rəhbərliyinin məktəbdə yuxarı sinif oğlan və qızları arasında ünsiyyət və münasibətdə müəyyən bir gərginliyin olmağından qaynaqlanırdı. Biz o layihə çərçivəsində qızlar və oğlanlarla görüş keçirdik. Onların hər birinə imkan yaratdıq ki, qarşı tərəfdən gözləntilərinin nə olduğunu, nəyə dəyər verdiklərini, onların narahat edənin nə olduğunu açıq bildirsinlər. Bu həm qızlar tərəfindən olundu, həm oğlanlar tərəfindən olundu. Məlum oldu ki, bunların bir-birindən gözləntiləri ilə bağlı müəyyən yanlışlıqlar var. Bu yanlışlıqlar ünsiyyət və münasibətdə tez-tez konfliktlərə səbəb olurdu. Ancaq bunların bir-birinə ünsiyyət münasibətində gözləntiləri barədə açıq söhbətdən sonra həm məktəb kollektivinin, həm də direktorun etirafına görə gərginlik əsaslı şəkildə aradan qalxmışdı. Bu onu göstərir ki, əslində gender psixologiyası cinslərin özlərinə və qarşı cinsə doğru düzgün münasibəti barədə maarifləndirici, öyrədici məlumatları paylaşmaqla, yəni əslində cinsi tərbiyə ilə məşğul olmaqla bizim gənclərimiz arasında doğru düzgün münasibətin, davranışın, geyim tərzinin, danışıq tərzinin bizim milli mənəvi dəyərlərə uyğun şəkildə formalaşmasına əsaslı kömək göstərə bilər. Bütün dediklərimi yekunlaşdıraraq qeyd eləmək istəyirəm ki, şərq cəmiyyətində həmişə qadına çox yüksək dəyər verilib. Bütün gözəl sözlər, bütün gözəl poemalar məhəbbətə, qadına olan münasibətə həsr olunub. Xosrov şeirini deyim, Leyli Məcnunumu deyim, daha nələri deyim. Qadın şərq fəlsəfi fikrində həmişə yüksək məqamda olub. Odur ki, psixologiya fəlsəfə ilə çox əlaqəli bir elmdir və uzun müddət fəlsəfənin daxilində inkişaf edib. Sonradan bir elm sahəsi kimi ayrılıb. Nəzərə almaq lazımdır ki, gender psixologiyasında biz şərq fəlsəfəsi, şərq yanaşması üzərindən bu psixologiyanı inkişaf etdirməliyik və hər bir cinsin fitrətinə uyğun davranış, ünsiyyət, münasibət tərzindən çıxış eləməliyik. Bərabərlik deyil, ədalət anlayışına söykənməliyik.